Bax, bu günlər idi, Salmanı göndərdi ki, Salmanı çağırın gəlsin. Salman sevinə-sevinə gəldi ki, xanım Zəhra məni çağırır. Gəldi, oturdu otağın bir küncündə. Həzrət Zəhra baxdı ona, dedi ki, Salman, Peyğəmbəri itirmişəm, tənhayam, təkəm, sən də mənə cəfa eləyib, mənə gəlib baş çəkmirsən. Bilmirsən ki, ürəyim darıxır sənin üçün. Mən ümid edirəm ki, bizi də bax bu məntiqlə çağırıb Həzrət Zəhra bura. Düzdür, biz günahkarıq, amma başqa məntiq tapa bilmirəm. Necə ki, o vaxtı bir dənə Salmanı çağıra bilirdi, indi şükür olsun Allaha ki, məhrəmlərinin sayı çoxalıb. Sizi də elə bu məntiqlə məclisinə dəvət edib ki, yəni mən ürəyim darıxırsınız siz. Mən belə başa düşürəm, həqiqətən. Həqiqətən belə başa düşdüyüm budur. Bunu elə-belə demirəm, sözümə də cavab deyəm. Elə düşünürəm ki, ilin günün bu vaxtı bu insanların bura toplaşması ilə həmin o hər birimizə müraciət edir ki, darıxmışam sizlər üçün. Ana can verəndə istəyər balaları başının üstündə dayansın. Heç nə eləməz, elə baxar üzlərinə. Həzrət Zəhra da indi nəzər eləyir, burada oturan hər bir tək-tək üzün simasına baxır. Tarixdə mən görməmişəm ki, Həzrət Əli xanım Zəhraya əza məclisi qursun. Olmayıb bu fürsət. Gecə apar bilməsinlər. Məni gecə dəfn elə. Heç Peyğəmbərin qızı yox imiş, ha? Belə vəziyyətdəymiş Mədinə. Xanım Zəhra dəfn olunub, şəhərin xəbəri yox. Peyğəmbərin Fatimə adında qızı yox imiş. Həmin o qız ki, Peyğəmbər hər dəfə onun ayağına durardı. Onların heç birinə icazə verməyən Fatimə bugün sizi bu məclisə dəvət edilibsə, sizə and verirəm xanım Zəhraya, öz qiymətinizi bilin. Bunu elə-belə əldən verməyin. Bura rahat buraxmırlar. Xanım Zəhra tapşırdı bərk-bərk. Heç kəsi buraxma. Heç bir Mədinəliyə vermədiyi izni sizə verib. Deyib onları çağır. Yəqin əleyhissalam dəvət eləyib. Ki, gəlsinlər Zəhranın yasında, Fatimənin yasında iştirak eləsinlər. Bizim anamızın son günüdür bugün. Mən obrazlı danışmıram. Biz ana itirmişik. Ananı faciəli şəkildə itirmişik. Bizim hələ başımız aşağıdır, hələ başımız dik dayanmayıb. Çünki bizim anamızı qərib aparıblar. Bir şəhər insanın içində 7-8 nəfərlə aparıb qaranlıqda dəfn ediblər. Bizim anamızın övladları doyunca ona ağlaya bilməyib. Gizlin ağlayıblar. İcazə verməyiblər. Xoş haluza ki, ürəklə ağlaya bilirsiniz. Bax, belə səsinizi ucalda bilirsiniz Həzrət Zəhraya. İndiyə qədər də məzarı gizlidir. Xanım Zəhra deyir, qoy dolansınlar bəqidə. Bizi sevənlər də axtarsınlar. Məzarımı axtarsınlar. Öz qədrinizi bilin. Ona görə qiyamətdə deyəcəklər, Eynəl Fatimiyyun. Hanı Fatimilər? Sizi çağıracaqlar məhşərdə cəmaatın içindən. Hanı Fatiməyə əza saxlayanlar? Hanı Fatiməyə ürək yandıranlar, göz yaşı tökənlər? Cəmaat hikmətdən məhrum olanda dinə əməl eləsələr də Fatimə qurban getməlidir. Mövzumun əhəmiyyətini təsdiq edirsiniz. Fatimə cəmaatın hikmətsizliyinin qurbanıdır. Özə görün necə qərib şəkildə. Görürsünüz, məclisində də qəribə bir ab-hava olur, qəribə bir fəza olur. İmam Hüseyn məclisi kimi olmur, başqa cür olur. Elə bil adam doyunca ağlaya bilmir. Nə qədər ağlayırsan, ürəyi boşalmır insanın. Ruhi li ruhikəl fida, nəfsi li nəfsikəl viqa ya Əbəl Həsən.
Heç cür əlac olmadı. Hər şeyini verdi. Qollarını bağlamışlar əlinin. Dedi gedib babam, atam peyğəmbərin qəbri üstə bəddua eləyəcəm. Getdi, Salman qaytardı. Əli dedi qaytar Zəhranı. Bəddua eləsə daş üstündə qalmaz. Amma qayıdıb gördü ki, əlinin qollarını açıblar. Həzrət Əli adamsızdı, təkdir. Başı aşağı dayanıb məscidin ortasında. Elə gördü onu, gəldi dolandı başına. Onda dedi, ruhi li ruhi kəlfida, nəfsi li nəfsi kəlviqa ya Əbəl Həsən. Canım canıva, ruhum ruhuva qurban olsun ya Əbəl Həsən. İn kuntə fi xeyrin kuntu məək, in kuntə fi şərrin kuntu məək. Xeyirlə olsun, xeyir sənə üz gətirsə səninləyəm, şər sənə üz gətirsə səninləyəm. Bu günlərdə nə haldaydı bilmirəm, mən sizə sual verirəm. 18 yaşında bir xanımın qoluna girib aparmalıdılar Peyğəmbərin məzarına. Xanımlara dedi, qolumdan tutun, gedim axırıncı gün Peyğəmbəri atamı ziyarət eləmək istəyirəm. Yazırlar evindən, oranı ziyarət eləyənlər görüb də Peyğəmbər xanım Zəhran. Evindən məzarına gedənəcə neçə yerdə oturdu. Dedi, diyanım mən oturum, hərəkət eləyə bilmirəm, taqətim yoxdur. Qabırğanın ağrısı pis olur deyirlər, nəfəs almaq olmur. Gəldi Peyğəmbərin məzarının üstünə. Ya əbəta, rufiət qüvvəti, ata gücüm tükənib dayı. Dayı qüvvətim qalmadı. Və şəmu təbi ə'dai, mənə dil yarası vururlar. Ata bilirsən mənə nə dillər? Dillər Beytulmaldan oğurluq eləyirsən. Mənə deyirlər, Beytulmala əl uzadırsan. Vəl kəmədu qatili, qəm məni öldürür. Qüssə məni öldürür. Atacan, dur, bax, Əli Mədinədə gəzir, salam verir, cavabım verən yoxdur. Gör, necə qardaşı o qərib eləyib bu şəhər. Zeynəb deyir, anam məsciddən qayıtdı. Gördüm, üzü qibliyə dayanıb dua eləməyə. Əllərin duaya qaldırdı. Mən sevindim ki, anam bəlkə özünə şəfa istəyər. Amma elə bir dua elədi ki, məni məyus elədi. Üzü qibliyə dayandı. Dedi, göstərdi atam əlini. Dedi, ilahi, sən and verirəm o dizlərini qucaqlayıb oturan qərib, məzlum əlinin haqqına. Allahümmə əccil vəfati səri'a. İlahi, ölümümü tez çatdır. Doydum dünyadan. Əlinin bu halına bundan artıq taqətim yoxdur. Əla lənətullah, ələl qavmiz zalimin.